Yəni bu adamlar ki, illər boyu 10 illərlə demək ki, mikrofondan uzaq qalıbdı, 10 illər efirdən tamamilə uzaq saxlanılıbdı. Birdən-birə necə olur ki, orada gəlirlər və olurlar. Digər tərəfdən isə sol qüvvələri, baxın, sol bizim bildiyimiz, tanıdığımız adamlardılar bunlar. Müşahidə etdiyimiz adamlardılar. Məsələn, bir solcu təşkilatın, solcu partiyanın 40 ildir efir görmədiyi bir şəxsini gətirirlər, oturtdururlar. Niyə? Çünki Amerika bunu belə bir təsəvvür yaratmaq istəyir, belə bir tablo ortaya qoymaq istəyir ki, mən artıq təkəssüskara insanım, yəni çoxulcu. Yəni demək ki, bütün hər qatmanlardan çox demokratam və gələcəkdə İranın nə olacaq, nə olmayacaqdır? Rejimi bütün xalqlardan, millətlərdən olacaqdır. Amma bu xalqlarda, bu millətlərdə hal-hazırda belədir. Kürdlərdən danışılır. Bəlutluları dəvət edirlər. Ərəblərdən dəvət edirlər. Azərbaycan türklərinin adı, sanı burada heç yox. Heç yox. Yəni Güney Azərbaycan demək olar ki, sanki yox. Nə üçün? Ondan ötürü ki, Güney Azərbaycan bir stratejik və qlobal bir dəyişimdir. Və bu stratejik və qlobal dəyişim bu günləri Amerikanın və İsrailin siyasətinin içinə girə bilmir. Bunun səbəbi nədir? Bax, bunun səbəbini araşdırmaq lazımdır. Bir tərəfdən Türkiyə vardı və terrorsuz Türkiyə vardı. Bir tərəfdən terrorsuz Güney Azərbaycan olması lazımdır ki, terrorsuz Türkiyə olsun, yaşasın. Digər tərəfdən isə bunu demək ki, meydana gətirmirlər. Bir tərəfdən Azərbaycanın ayağını bu mühacirəyə çəkməyə çalışırlar. Dünənləri demək ki, bizim Naxçıvanımızı 2 dənə dronla vurulması doğrudur. Özü də elə yerlər seçdilər ki, orada tələfat olmasın. Və olmadı da. 2 nəfər yaralanıbdır. İnşallah ki, onlar da tez şəfa tapar. Allah'a çox şükür ki, bir tələfatımız da yox idi. Amma bunlar hamısı bilər işlərdilər. Demək ki, İran çalışır ki, bütün Körfəzin ətrafını, çevrəsini işin içinə çəkdi. Yəni savaşın içinə çəkdi. Bir tərəfdən də Azərbaycanı və Türkiyəni bu işin içinə çəksin. Bu işin içinə çəkməklə dünyada özünə artıq bir məzlum, bir tək qalmış, bir demək ki, tablo ortaya qoymağa çalışır. İndi bu tablonun içində nələr gedir, nələr getmir. Baxın, İlqar bəy, işlər elə sürətlə gedir, elə sürətlə dəyişir ki, bizim təsəvvürümüzdən zaman-zaman uzaq qalır. Baxmayaraq ki, biz təqib edirik, işlərin içindəyik, təqib edirik və bizimlə də təmaslar vardı, yoxdur da. Hətta Kürdlər Azərbaycanlılara Kürd terror indi deyək qruplar ki vardır, silahlı qruplar vardılar. Bunlar Azərbaycan türklərinə müraciət ediblər. Və bunlara da verdilər. Dünənləri bu da açıqcasına elan olundu. Amerika Səsi Radiosu da bunu elan etdi ki, Kürdlər deyirlər ki, biz təərrüzə girməyəcəyik. Biz təərrüzdə deyilik. Biz hal-hazırda dayanmışıq və baxırıq. Halbuki biz bilirik ki, Kürdlər dəstə-dəstə Azərbaycanın güneyinin torpaqlarına sızmaqdadırlar. Biz bunu bilirik və bunun müşahidəsi də vardı. Orada millətimiz də bunu demək ki, görür. Demək ki, burada iki başlı bir oyun gedir. Bir tərəfdən məsələni tam olaraq bir rejim və anti-rejim sisteminə çevirmək, digər tərəfdən isə etnik sızmasına, yəni etnik işğalına. Eldar bəy, üzr istəyirəm, Kürdlərin məsələsinə toxundunuz. Bir məsələ var, bu mətbuatda hallandı da, yəni demiyorlar ki, biraz Amerika rəsmi olaraq da buna ilham vurdu. Bu Kürdlərə Amerika tərəfi stavk eləmək istəyir. Yəni onu bir tərəf kimi İranın daxilində bir, belə deyək də, silahlı müqavimət, bir silahlı tərəf kimi formalaşdırmaq istəyir. Bu nəyi ehtimal edir? Bu nəyi gözə almaq deməkdir? Yəni Amerika bunu hansı niyyətlə belə Kürdlərə stavk edir? Bu nə gözlənir, yəni bu istiqamətdə? Kürd kartından hansı məqsədlə istifadə olunur indiki halda? Birinci budur ki, Kürdlər ümumiyyətlə hardasa demək olar ki, bu rejim boyu
bu rejim boyu hakimiyetten uzak kalmışlar. Niye? Çünkü bu rejim şiddetle Şia faşist sistemin içinde olan bir ideolojik rejimdir. Ve Kürtlerin de %90'ı belki ona yakın bir sene, belki ondan bir sene çok olmaz ama ona yakın. Demek ki Sünni mezheptiler. Sünni mezhepleri de bu rejim, bu sistem hiçbir zaman Şia mezhebinin ideolojiyasına dahil etmedi. Ve bunlar uzakta kaldılar. Uzakta kalınca bir izolasyon oldu burada. Yani bunlar artık izole olmuşlar. İzole olunmuş. Kürtler Şia mezhebi değil be ya. Yok. %90'a yakın Şia değiller, Sünnidiler. İçlerinde Şialar var. Olsun. Ben rastlaşmışım Kirmanşah mətbuatda elə bir şeyle, ona göre soruştum ki, yani ben Yok, bilene. Kirmanşah taraflarında Elə elbette ki Türkiye Kürdlərinin də mən biləni Şia mezheblidir onlar. yok. Türkiye Buyurun, neyse devam edeyim. Buyurun. yok değil, değiller. Onlar Sünnidiler aslında ama Şiaları var işlerinde. Yoktu değil, Şiaları vardı. Demek ki bunlar ama çoxunluq əslində izole olunmuş bir tipdiler. İkinci budur ki, bunlar uzun müddət, xüsusilə İkinci Dünya Savaşından ve Azərbaycan Milli Hərəkatından sonraki Azərbaycan Milli Hərəkatı, o zaman Azərbaycan Milli Hökuməti pişəvərinin istəyi əsasında demək ki, Mahabat Cumhuriyyəti yarandı. Mahabat Kürt Cumhuriyyəti yarandı. Halbuki Mahabat bizim torpağımızdır. Ve orada ne inandılar? Bir cumhuriyet yarattılar ve o cumhuriyete bir partiye yarattılar. O partiye de Demokrat Partiyası oldu. Bunu da yaradan aslında yine Azerbaycanlılar oldular. Onlara bir partiye yarattılar. Bu tabii ki bu da tapşırıq əsasında oldu. İndi söhbətimiz getməsin o yerlər. Bunlar demək o zamandan itibaren silahlandılar. Ve çünkü dağ ətəklərində və dağın demək ki, çevrəsində yaşadıkları üçün çox rahatçasına silahlandılar. Amma Azərbaycanlılar heç bir zaman silahlanmadılar. Çünki Azərbaycanlılar şəhərdə yaşadılar. Şəhər əslində şəhərçilik və dağcılıq olanda burada bir fərq var da. O fərq əşirətçilik əsasları ortaya gətirir. Kürt əşirətçiliyinin əsasında silah və qaçaqçılıq dayanır. O baxımdan da demək ki, hətta Şah zamanında və Şah zamanının öncəsindən də bir silahlanma hərəkatı vardı Kürtlərin içində və bu günləri Amerika demək ki, Irak Kürtlərini, Suriye Kürtlərini və bunların təcrübələrini birləşdirir, Türkiye Kürtlərini birləşdirir və bir silahlı qüvvə güc o bölgələrdə yaratmağa çalışır ki, bunu da onun Eldar Bey, siz sözdə qüvvət, o Kürdlər yaşadığı regionun coğrafi relyefi də ona imkan verir. Bir dağlıq ərazilərdir filandır. Yəni bunlar elə bir ki, o cür elə proksi qüvvə deyək ki, hansısa bir belə deyək də elə qüvvələrin, hərbi qüvvələrin elə yerləşdirilməsi üçün də elə bir ki, coğrafi olaraq deyirəm mən. Elədir. O bir gerçəklikdir. Biz bunu sevsək, sevməsək də, istəsək, istəməsək də bu gerçəklikdir. Gerçəklik bizim əlimizdə deyil. Yəni o demək ki, yapı bunun üzərində qurulur. O yapı bunun əşirətçilik üzərində qurulduğuna görə bu günləri Kürtlərin partiyaları ümumiyyətlə öz əşirətlərinə bağlıdır. Yəni bir əşirətin iki partisi yoxdur. Bir əşirətin bir partisi vardır, o birisi əşirətin bir partisi var, bu birisi əşirətin bir. Buna görə də diqqət eləsəydiniz, demək neçə illər bundan öncə Barizanigil gəldilər və Cumhuriyyət elan etməyə çalışdılar, istiqlaliyyət. Bir gecənin içində Taliban əşirəti bunlara müxalif çıxdı. Müxalif çıxınca içlərində çox qanlı bir savaş getdi. Bax bu savaşın eynisi İranda da zaman Komale ilə Demokrat Partisinin arasında gedib və inanınız ki 10 minlər insan ölüb ha burada. Yəni gizli şəkildə bu savaşlar gedibdi və 10 minlər adam ölübdü. Bu bizim dediyim kimi beynimizdən, mədəmizdən çıxardan bir şey deyil. Bunlar gerçəkliklərdir ki, olubdur. Əşirət hər zaman bir-biriyle çarpışacaq və bundan sonra da çarpışacaqdır. Ancaq burada bir böyük bir dövlət vardı. İki dövlət vardı ki, bu əşirətləri bir araya gətirir. Və bu günləri İsrail, Amerika o siyasəti bölgədə, məntəqədə irəli götürür. Ancaq bizi burada ilgiləndirən
nədir? Bizi ilgiləndirən budur ki, biz baxmayaraq ki, bu Kürt təşkilatları Azərbaycanlılara müraciət edibdir ki, bizim sizinlə işimiz yox, gəliniz birləşək və birlikdə bildiri bəyaniyyə verək eşiyə filan eləyək. Bu da müzakirə olunur. İndi amma bizdə bir qorxu vardı. Yəni Azərbaycan türklərində bir qorxu var. O qorxu nədir? O qorxu budur ki, hər zaman 5 ən azından bu 100 ilin içində 5 mərhələdə Kürtlərin hərəkətləri, əməlləri, sözləri ilə tam olaraq tərs düşübdür. Tam olaraq tərs düşübdür. Biz Sulduz qətliamını yaşamışıq. Sulduz qətliamı bizim üçün çox böyük bir şeydir, bir xatirədir. Biz ondan sonra Cilovluq yaşamışıq ki, Cilovluqlar baxmayaraq ki, erməni olublar, amma Cilovluqlarla Simitko birləşməsi yaşamışıq biz. Əgər Türkiyə müdaxilə etməsə, o zaman böyük qətliam olacaqdır və oldu da bizim batı bölgələrimizdə. Bizim əslində qorxumuz bundan ibarətdir ki, silahlı qüvvələr ani ilə torpaqlarımızın üzərinə qonsunlar və bu da tək bizi deyil. Bu Azərbaycanı da, Azərbaycan dövlətini də ilgiləndirməlidir. Bu Türkiyəni də bizdən daha çox ilgiləndirməlidir. Çox ilgiləndirməlidir.